Aziz müəllimlər, axşamınız xeyir olsun, xoş gördük sizi. Bilirsiniz ki, bu günlərim ilk bizim sertifikasiya imtahanımız keçirilib və bu imtahanlarla bağlı növbəti bir sual izahını vermək istəyirəm sizə. Baxın, dünya görüşü sualları dedik ki, düşmür, belə düşmür. Amma bizim Azərbaycanın gündəmi ilə bağlı olan suallar hər zaman düşür, mən sizə bunu bildirmişəm. Sual verilib ki, Azərbaycan ən son səfəri hara olubdu? Azərbaycan ən son səfəri Çin olmuşdu. Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün prezident və bir sıra ölkə nümayəndələri ora səfər etmişdilər, ancaq Azərbaycan ora qoşulmadı, yəni qoşula bilmədi. Həmçinin sual verilib ki, İlham Əliyev ən son bəs ölkəmizdə hara səfərdə olub? İlham Əliyev ölkəmizdə Xankəndidə səfərdə olubdu. Xankəndidə deməli, Seyidbəyli kəndində, Bayatlı kəndində məktəblərin açılışında iştirak edibdir. Həmçində Xankəndinin gələcəkdə tələbələr şəhərciyi olacağına bağlı məlumat vermişdi. Daha sonra sual verilib ki, fəaliyyətin növləri hansılardır? Fəaliyyətin növləri bizdə idrak, psixomotor və emosionaldır müəllimlər. Sonra belə bir sual verilib. Sual verilib ki, rəyin növləri hansılardır və konstruktiv rəy nədir? Konstruktiv rəy budur ki, bizim şagirdə verdiyimiz, biraz əvvəlki, səhər verdiyim izahda mən sizə bildirmişdim ki, konstruktiv rəy bizdə budur ki, bu rəy şagirdə spesifik verilməlidir. Şagird bilməlidir ki, nəyə görə hansı qiyməti alır, nə vurğulanıbdır, spesifik verilməlidir, həssaslıqlı olmalıdır, emosiya olması və vaxtında verilsin. Yadınızda qalsın. Bundan başqa bizim rəy növlərimiz var. Baxın, destruktiv rəy düzgün rəy forması deyil. Destruktiv rəy deyənlərimiz yanlış bunu vurğulayırlar. Destruktiv rəy yanlış rəydir. Ancaq uşağın səhvləri orada vurğulanır. Digər uyğun rəy nümunələrindən isə rəyə aid növlər isə bunlardır ki, bizdə motivasiya edici rəy var, korrekt edici rəy var, təsviri rəy var. Bir də konstruktiv dediyimizdir. Təsviri rəy nədir bizdə? Təsviri rəy bizdə budur ki, şagird, baxın, müəllim şagirdə hər hansısa bir uşağın rəyini danışıb bitirməyini gözləyəndən sonra uşağa ətraflı səhvlərini və düzlərini vurğulayır. Ətraflı uşaq danışıb bitirir, müəllim indi deyir, səhvin bu oldu, düzün bu oldu, bunu uşağa vurğulayır. Sonra deməli, korrekt edici rəy budur ki, anında elə bir uşaq dərs danışır, amma səhvə yol verdi bir anlıq. Müəllim onu tez o zaman səhvini düzəldir. Bu korrekt edici rəydir. Motivasiya edici rəy isə bizdə budur ki, şagirdə həvəs və stimul verilən rəydir müəllimlər. Başqa, belə bir sualımız verilib ki, düşünün ki, deməli, dərs zamanı siz diaqnostik qiymətləndirmə eləyirsiniz və şagird burada görürsünüz ki, şagirdlər çox zəifdir. İllik planınızı dəyişərsiniz. Baxın, diaqnostik qiymətləndirmə ediriksə, biz şagirdin o gün üçün gündəlik planını, baxın, cari planını dəyişə bilərik. İlliyi yox. Cari planını dəyişərik ki, tutaq ki, mən bu mövzunu uşaqlar çox zəifdirlər. Mən bunlara mövzunu daha xırda hissələrlə keçim. Qoy daha maraqlı iş üsulundan keçim. Daha incəliyə toxunum. Bəli, gündəlik planımı dəyişə bilərəm. Amma mən əsla illik planımı uşaq diaqnostiki zəif verib deyib dəyişə bilmərəm. İllik planda biz nə vaxt dəyişiklik edirik? İllik planda biz o vaxt dəyişiklik edirdik ki, baxın, əgər bayram tədbirləri varsa, iş günündən bayram günü yeri dəyişdirilirsə dövlət miqyasında, amma mən həmin günə tutaq ki, artıq tarixləri düzmüşəm, tədbirə uyğun vaxtlarımı qurmuşam, o vaxt mən yalnız dəyişə bilərəm. Nəyi? İllik planımı. O da kimin göstərişi ilə? Məktəb müavininin və direktorun göstərişi ilə mən illik planımı dəyişə bilərəm. Yəni, illik planda dəyişiklik birdən-biri olmaz. Gündəlik planda isə müəllim istədiyi vaxt dəyişiklik edə bilər. Müəllimin həmişə A, B və C planı olmalıdır. Tutaq ki, mən kimya müəlliməsiyəm. Bugün mən düşünürəm ki, dərsi mən elektron lövhə ilə keçirəm, buzur keçirəm, belə maraqlı alınacaqdır. Amma həmin gün tutaq ki, alınmadı elektron lövhə. Mən nə edirəm? Həmin gün dərsim o demək deyil ki, keçməyim, keçirəm B planına. Gündəlik planımı dəyişdim. Oldu başqa plan. Amma illik planda tutaq ki, uşaqlar görürəm ki, zəifdir. O demək deyil ki, mən o mövzunu 2 dəfəyə keçirəm, tarixi qaralayım, başqa bir tarix yazım. Xeyr, mən o zəif olduqları mövzu ilə bağlı növbət dərsdə 45 dəqiqə, 10 dəqiqə sonra bir də məlumat verə bilərəm. Və yaxud uşaqlara dərsdən kənar məşğələ, müəllimin vəzifəsidir. Bunu mən uşaqlara ayırıb keçə bilərəm. Həmçinin müəllimlər, burada deməli yazmamışam bu sualları. Müəllimin qabiliyyətləri deyir hansılardır? Müəllimin qabiliyyətləri əvvəlcədən bilirsiniz ki, bizim müəllimlərin əməkdaşlıq qabiliyyəti olmalıdır, ünsiyyət qabiliyyəti olmalıdır, müəllimlərin nitq qabiliyyəti olmalıdır, sinifi idarə etmə qabiliyyəti olmalıdır, şagirdi ələ alma, şagirdi inandırmaq qabiliyyəti, yəni suggestiv qabiliyyəti olmalıdır. Dərhal sonra sual verilib, beynəlxalq qiymətləndirmənin növləri. TIMSS, PILIS və PISA. Deməli, ehtiyac yoxdur, tam açıqlamasını istəməyiblər, amma TIMSS, PILIS və PISA bizim beynəlxalq qiymətləndirməmizdir. Qayıdıb sual veriblər ki, SMART nədir? SMART nə idi bizdə? S keçirilən dərs spesifik olsun, M ölçülə bilən olsun, A əldə bilən olsun, R real imkan nəzərə alınsın, deməli,
isə vaxt nəzərə alınsın. Sonra mənim yadımda qalan suallardan bu günləri müəllimlərin atdıqlarından belə bir sual verilib ki, bayrağımızın dizayneri kimdir? Əlibək Hüseynzadə idi bizim bayrağımızın dizayneri. Sonra sentyabr ayında dediyimiz kimi hansı əlamətlər günlər var idi? 27 sentyabr bizim alım günümüzdür, 15 sentyabr bilik günüdür. Sual veriblər ki, 15 sentyabr ilk dərs gününü həsr etmişdir. İlk dərs günümüz konstitusiya və suverenlik ilə həsr olunmuşdur, əziz müəllimlər. Bütün məktəblərdə belə idi. Sonra məktəblərdə bullyingdən bağlı çox sual verilir. Bullying halı gizli qala bilməz. Biz bullying halını mütləq dərəcədə məktəb psixoloqu ilə və digər müəllimlərə bildirməliyik. Niyə görə bildirməliyik? Baxın. Tutaq ki, biz uşağa görürük ki, uşaq bullyingə məruz qalıbdır. Bunu mən deyəsən səhərdə demişəm sizə izahımda, yenə bildirirəm. O uşağa mən bullyingə məruz qaldığını nə edirəm? Danışıram hər iki tərəflə, hər iki tərəfi dinləyirəm, onlara empatiya aşılayıram, aralarında olan münasibəti düzəltməyə çalışıram. Mən nə edirəm? Digər mənlərə bildirirəm ki, mənim də gözüm bu uşaqların üstündə olacaq. Siz də bu uşaqları daima izləyin, nəzarətdə saxlayın ki, bunlar birdən mən olmayanda da bullying halını davam etdirə bilərlər. Dərhal sonra sual verilib ki, şagirdlərin deməli vəzifələrini hər gün xatırlatmaq lazımdırmı? Şagirdlərin hansı vəzifələri var? Bəli, bir müəllim kimi onsuz da bizim məktəbin ilə girişində şagirdlərin də, müəllimlərin də hüquqları, vəzifələri, etik davranış prinsipləri asılmış formada verilir. Şagirdlərin vəzifələri hansılardır? Dərsin vaxtında gəlmək, dərsdən qalmamaq, keçirilən bilgiyə yiyələnmək, sağlam həyat tərzi keçirmək. Sual veriblər sonra bizə müəllimlərə. Tamlıq nədir? Pedaqoji prosesin tamlığı dərsin tərbiyə edici, inkişaf etdirici və öyrədici olması deməkdir. Yəni keçirilən dərs şagird elə anlamalıdır ki, həm özü o dərsi anlasın, həm o dərsi həyatında uşaq tətbiq edə bilsin, həm o uşaq dərsi başqa bir izah edə bilsin, həm də bu uşaq dərslə bağlı deməli, tətbiqi də həyata keçirə bilib o dərsi başqa birini izah eləməyi bacarsın. Bu zaman keçirilən dərs tam dərs sayılır. Dəstəkləyici mühit nədir? Dəstəkləyici mühit bizdə müəllimin şagirdə dəstək olması, müəllimin uşağa həssaslıq götürülməsi, uşağı qucaqlaması və yaxud da məktəbdə avadanlıq yoxdur, kimya müəlliməsiyəm, laboratoriya yoxdur. Özüm evdən maddə aparıram, nə bilim, tutaq ki, globus aparıram, xəritə aparıram, notebook aparıram, yod, spirt, turşu aparıram. Bu uşaqlara nə üçündür? Dəstək olmaq üçündür. Pedaqoji prosesdə sağlam mühit nədir? Şagirdin qorxmadan özünü ifadə etməsidir müəllimlər. Şagirdin öz sözünü deməsidir. Fəaliyyətin növləri, bir də bura qayıdıram. İdrak, psixomotor və emosional. Baxın, qayıdıb sual verirlər. Emosional intellekt nədir? Özünü dərk, insanlara özünü dərki, özünü idarə eləməliyi, motivasiyanı, empatiya qurmağı, başqa insanlarla münasibət qurmağı öyrədir. Yüksək təfəkkür növü hansıdır? Tənqidi və yaradıcı təfəkkürə aiddir. Qruplarla işdə hansı qiymətləndirmə aparılır? Qruplarla işdə həm qruplara qiymət veririk, həm əməkdaşlığa, həm ünsiyyətə, həm qrupda olan hər bir fərdə ayrı-ayrılıqda biz qiymət, yəni rəy verə bilərik ki, şagirdlərin həm fərdi, həm yoldaş qiymətləndirməsini, həm də əməkdaşlığını və ünsiyyətini, həm də qrupun işini qiymətləndirmək olar. Bu günlərim hələ ki verilən suallar müəllimlər bunlardır. Mən bütün ətraflı sualları sizə verdim. Deməli, ən çox düşüb planlaşdırma və qiymətləndirmə, bir də təfəkkür dərsindən bağlı suallar düşüb. Hələlik sabahlarım yenə sizdən suallarımın izahını paylaşacağım müəllimlər. Sağ olun. Çox xahiş edirəm ki, səsimlə bağlı irad tutmayın. Mən bayaq bildirmişdim ki, xəstəyəm. Həmçinin də ki, videomuzu bəyənməyi və abunə olmağı da unutmayın.